Rusiya prezidenti Vladimir Putin Fransalı həmkarı Emmanuel Macrona cavab verib. Есть еще люди, которые... Bəziləri Napolyon dövrünə qayıtmaq istəyir. Yadlarından çıxıb onun nəticəsi. Bundan əvvəl prezident Macron çıxış edərək Rusiyanı Fransaya və Avropaya təhdid adlandırıb. Notre dissuasion nucléaire. Bizim çəkindirici nüvə gücümüz bizi qoruyur. O tamdır, suverendir, fransızdır. Məhz bundan sonra Putin Macrona Napoleonun taleyini xatırladıb. Fransa imperatoru Napoleon Bonaparte'ın 1812-ci ildə Rusiyanı işğalı Fransa imperiyası üçün böyük məğlubiyyət və fəlakətlə nəticələnmişdi. Putin 8 mart münasibəti ilə bir qrup qadınla görüşüb. Ukrayna ilə döyüşlərdə övladlarını itirmiş qadınlar Putinə problemləri barədə danışıblar. Putin də onların həlak olmuş övladlarını qəhrəman adlandırıb və düşmənlərinin Rusiyanı təhdid edə bilməyəcəyini deyib. Ну, наверное, Yəqin başqa ölkələrdə də bu mümkündür, amma məncə təkcə Rusiyada bu cür ola bilər. Bizim xalqın xarakteri belədir. характерно для нашего народа. С такими ребятами. Sizin övladlarınız kimi oğullar varsa, bu mümkün olmayacaq. Bizim düşmənlərimizin, rəqiblərimizin bütün səhvləri də elə ondan başlayır ki, Rus insanının xarakterini qiymətləndirə bilmirlər. Начинались именно с этого.